Kim onu hər kəs qəbul edir, şükür Allaha. Peyğəmbərimiz buyurur: "İnni tarikum fikum thaqalayn, kitaballah və itrati." Mən sizin aranızda 2 dənə ağır əmanət qoyuram. Allahın kitabı, yəni Quran və itrətim əhl-i beyt. Sonra da deyir ki, Peyğəmbərimiz hədisin davamında: "Və mə ən təməssəktum bihima lən tədillu ba'di abada." Əgər bu 2 şeydən, Qurandan və əhl-i beytdən layiqincə yapışsanız, məndən sonra heç bir vaxt azmayasınız. Yəni bir şəxsə gəl istəyirsə də Peyğəmbərdən sonra istəyir minlərlə il keçsin. Ha bu il, ha məsələn 1000 ildən bundan sonra. Əgər bilmək istəyirsə də azmayıb və yaxud da azıbdır, o baxmalıdır münasibətə, 2 dənə ağır əmanətə qarşı olan münasibətə. Hal-hazırda bu gün mən Qurana